uşağı dişləmişdi qolundan, bütün alergiya vermişdi. Boynu şişmişdi, qolları hamısı şişmişdi. Keçən il də var idi, bu il də var. Amma bu il keçən ilkindən 3 qat daha çoxdur. Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən binalardan birinin önündəyik. Burada hər addım başı Amerika ağ kəpənəyi adlanan qurdlara rast gəlinir. Sakinlərin sözlərinə görə onların sayı əvvəlkilərə nisbətən daha da çoxalıb. Qarışqa kimidir hər yerdə. Uşaqlar da qorxur gəzməyə. Çoxdur. Həddindən artıq qurd çoxdur. Yuxarılarda da pilləkənlərə kimi qurdlar var. Evdə uşaqları aparıram, uşaqların üstü də qurd olur. 10 dənə, 15 dənə qurdlar düşür boynumuza, başımıza. Dezinfeksiya eləyiblərmi heç buranı? Bəli, jekin işçiləri var. Gəlirlər həftə sonları, bütün skameykaları, ağacları, hamısını bir-bir köməklik eləyirlər, amma yenə də xeyri yoxdur. Ağaclar dərmanlandı falan, amma binaların alt hissələridir, zirzəmi boşluqlarıdır, binaların tavanlarıdır, yəni necə sizə deyim, yuxarısı damı, deyək, oralarda da çox olur, yumurta qoyurlar orada, kisəcik halında yumurtalar olur, öz barama kimi də. Əslində insanlara heç bir təhlükəsi yoxdur. Onlar sadəcə yaşıl yarpaqlarla qidalanırlar. O xaricdən gəlib meyvələrin üstündə ola bilər və yaxud da ki, paltarların da üstündə ola bilər, onların yumurtaları. Ağaclar üçün çox ziyan vericidir. Ağacları, yəni yarpaqlarını tam yeyirlər, çox sürətlə artırlar. Təbiətdə düşmənləri demək olar ki, heç yoxdur. Heç bir quşlar onları yemirlər. Amma o ABŞ dövlətlərində onların düşmənləri çoxdur. Quşlar, yırtıcı quşlar onlardan qidalanır. Bizdə o quş növləri olmadığı üçün bunlar çox rahatçılıqla artırlar. Azərbaycan şəraitində zərərvericinin əsasən 2 nəsli müşahidə edilir. Birinci nəslin inkişaf dövrü kümçülüyün fəaliyyəti və arıçılığın fəaliyyəti ilə üst-üstə düşdüyündən, ağacların çiçəklənmə dövrü ilə üst-üstə düşdüyündən və kümçülükdə barama qurdlarının qida mənbəyi olan tut ağacları olduğundan kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi mümkün olmamışdır. İkinci nəslin inkişaf dövründən başlayaraq başda Balakən, Lənkəran, Astara, Bərdə olmaqla ümumilikdə 8381 hektar ərazidə müşahidə tədbirlər həyata keçirilmiş, istirahətlənmə qeydə alınmış 3303 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Vüsal Hacıyevin sözlərinə görə Amerika ağ kəpənəyi meyvə ilə qidalanmadığından meyvənin içərisinə girmir. Ona görə də meyvənin içərisində daşınması qeyri-mümkündür. Lakin meyvələr ağacdan yığılarkən yarpaqdan həmin məhsulun üzərinə düşə və qablaşdırmada bir ərazidən digər əraziyə daşına bilər. Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, görülən tədbirlərə baxmayaraq Amerika ağ kəpənəyinin yayılma arealı və sirayətlənmə dərəcəsi müəyyən edilib.